Mənim Nigarə qarşı fikrim ciddidir. Lap yaxşı da, fikrin ciddidir, Allah xoşbəxt eləsin. Nigar hamilədir. Hə? Gözün aydın. Mən səndən başa çıxa bilmirəm ha. Boşanmaq zad nə məsələdir? Nə hadisə baş verib ki, bu fikrə gəlib bu? Sən ora gedən kimi mən yadımdan çıxıram da, Yaşar. Məncə sabah sən get başqa həkimə, bir də analiz versin. Turalı bir dəfə bağışladım. Ona görə başıma bunlar gəldi. Bir də elə şey olmayacaq. Nigar telefonuma cavab vermir. Evinizin yerini bilmir. Bəlkə bu Nigar deyən düzdür. Səni danışırsan heç olmaz. Mələyə düzünü deyəsin. Bir yolunu tapmalıyıq mütləq. Belə danışmaq mənim üçün ağırdır. Bu sözləri demək ağırdır. Mənə də ağırdı. Boşansız biz heç nəyisiz qalacağıq. Abbas, sən get o zəhərdən gətir. Necə? Mənə başqa yol qoymadı. Geri analiz verməyə. Mən gəlmirəm heç yerə. Sən hansı üzlə heç nə olmamış kimi yenə mənim qabağıma çıxırsan? Mələk hamı hər şeyi yaxşı bilirdi. Xəyanət 18 iyun saat 22-də Xəzərdə.